Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-17 dərəcə isti, gündüz isə 24-27 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 dərəcə isti, gündüz isə 23-28 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-10 dərəcə isti, gündüz isə 14-19 dərəcə isti olacaq.